Salam əziz həmvətənlər, salam olsun mübariz insanlara. Bu gün artıq Tofiq Yağublu 17 gündür ki, ölüm acılığını davam etdir, 18-ci günə keçir. Təsəvvür edin ki, əziz insanlar, bir insan yolun ortasında can verir, mübarizəsi uğrunda, xalq uğrunda, demokratiya uğrunda can verir və hər kəs cəmiyyət olaraq başına yığılışıb həmin insanın can verməyinə şahid oluruq. Amma təbii ki, əlimizdən nələrsə gəlir, edə bilərik, kömək edə bilərik, hər hansısa bir şeylər edə bilərik. Amma hamımız gözləyirik ki, ya Tofiq Yağublu orada can verərək ölsün, ya da hər hansısa bir möcüzə baş versin. Lakin bu heç bir möcüzə baş verəsi deyil, bu insan orqanizmidir, bu reallıqdır ki, bu qədər müddətdən sonra insan hər an həyatını itirə bilər. Bunu demək çox acılıdır, çox kədərlidir ki, Tofiq Yağublu bugün evə məlumat ötürüb ki, öz ailəsinə deyir ki, hər şeyə hazırlıqlı olun. Bunu bir ailə üzvü kimi eşitmək mənim üçün, ailəmiz üçün çox kədərlidir. Biz ikinci dəfə ailə üzvümüzün itkisinə tab gətirə bilmərik, bu qədər acıları yaşaya bilmərik özdə eyni ayda. Biz xalq olaraq, cəmiyyət olaraq bu aclıq aksiyasına, bu vəziyyətə, İlham Əliyevin Tofiq Yağublunun öldürməsinə susmamalıyıq. Etiraz eləməliyik, tələb eləməliyik hökumətdən, israrla tələb eləməliyik. Bəlkə də sabah son gündür, bilmək olmaz, hər an hər bir şey ola bilər. Vaxt çox daralıb, demək olar ki, artıq vaxt yoxdur. Yenə deyirəm, bəlkə sabah son gün ola bilər, bəlkə hal-hazırda mən danışıram, bu anda son an ola bilər. Nələrsə etməliyik, biz öz etirazımızı, öz səsimizi ucaltmalıyıq və bu hakimiyyətə bildirməliyik. Çox təsirlidir. Mən istəmirəm ki, həmin o misalı çəkdim ki, yolun ortasında Tofiq Yağublu can verir və hər kəs ona şahiddir. Və hadisə baş verəndən sonra, pis hadisə baş verəndən sonra həmin insanlar, baxan insanlar gəlib başsağlığına gələcəklər. Bu dəstəyin əvəzinə hal-hazırda indi dəstək olmalıdır. Tofiq Yağublunun sağlığı üçün dəstək olmaq lazımdır. Nəinki onun həyatını dəyişəndən sonra ona görə başsağlığı dəstəyi. Bir daha buradan hər kəsə müraciət edirəm. Susmayın, etiraz edin. Fərq yoxdur necə, hər yerdə, sosial şəbəkələrdə necə gəldi, etiraz edin. Çünki bugün Tofiq Yağublunun başına gələnlər sabah hər bir kəsin başına gələcək və Tofiq Yağublunun ölümünə susmaq öz gələcəyinizi məhv etməkdir, öz gələcəyinizi şübhə altına almaqdır. Onu da təəssüflə qeyd etmək istəyirəm ki, İlham Əliyev artıq Tofiq Yağublunun ölümünə qərar verib. Ona görə ki, artıq 10 günə yaxındır ki, ailə həkimimiz olan Adil Qeybullani həkim müayinəsi üçün Tofiq Yağublunu buraxmırlar və bununla bağlı heç bir məlumat vermirlər. Mən də gəlmişəm Azərbaycan səfirliyinin qarşısına ki, bununla bağlı bir cavab alım, öz fikrimi çatdırım, etirazımı bildirim. Və yenə demək istəyirəm ki, xalq olaraq biz bu vəziyyətə susmamalıyıq, Tofiq Yağublunun ölümünə susmamalıyıq. Əgər siz mənim, bizim ailə üzvlərimizin yerinizdə olsaydınız, siz nə düşünərdiniz, necə bir addım atardınız, necə bir qərar verərdiniz? Çünki bizim xalqdan başqa heç bir yerdən gücümüz yoxdur. Tofiq Yağublu da bu xalq uğrunda mübarizə aparır. Və bir daha xalqdan müraciətim odur ki, bu məsələyə qətiyyən sakit qalmasınlar, öz etirazlarını bildirsinlər. Hər an bizim üçün gec ola bilər, geri dönülməz ola bilər. Bəlkə də artıq gecdir, amma yenə də deyirəm, biz bu mübarizəni aparmalıyıq Tofiq Yağublunun azad olunması üçün. Buradan İlham Əliyevə səslənərəm. Tofiq Yağublunun başına gələcək hər bir şeyə görə məhz İlham Əliyev və onun hakimiyyəti məsuliyyət daşıyır.